Dəyərli və əziz əqrəb bürcləri, hər birinizi salamlayıram. Dəyərli əqrəblər, 2025-ci ilin sonuncu proqnozunu sizlərə oxuyacağım. Dekabr ayının proqnozunu. Gəlin keçid alaq. Elə məhz ayın ikisindən danışaq. 2 dekabrdan 7 dekabra qədər. Bu 4 dekabrda çünki Polnaloniyadır. Bu Polnaloniya dolu ay. Ayın 2-sindən 7-sinə qədər qara nazik bir palasa keçir. Elə əqrəblər üçün də, necə ki digər bürclər üçün. Burada ola bilər köhnə konfliktdə olan adamı görərsiniz. Yenə konfliktiniz yaranar. Və yaxud ola bilər köhnə konfliktdə olan insandan nəsə xəbər sızar sizə. Böyük qəzəb sizdə yaradar. Bunlara gedib fikir verməyəsiniz. Çünki fikir verərsinizsə həftələr və ya aylar sürər. Sonra isə 10 dekabrda Neptundur. Əqrəblər üçün yeni xəbər alarsınız, yeni xəbər eşidərsiniz. Sevindirəcək xəbər eşidərsiniz bu 10 dekabrda. Kiminsə xeyir işinə hazırlaşmaq üçün və yaxud doğum gününə və yaxud hansısa bir bayram partisi keçirmək üçün hazırlıqlara başlayarsınız. Məsələ 10 dekabrdan. Kimlərinsə xəbərini alarsınız, kiminsə gəlişi, gedişi, baxın sizi çox sevindirər. Fokusunuzu, bütün diqqətinizi pula, maddiyyata yönəldəcəksiniz. Ola bilər kimlərəsə hədiyyə almaq düşünərsiniz və yaxud ola bilər kimlərdənsə hədiyyələr gözləməyi düşünərsiniz. Amma bütün fokusunuz, yəni deyirəm, diqqətiniz pulda olacaq, maddiyyatda. Ola bilsin ki 12 dekabr Merkuridə kimdənsə borc almaq istəyirsiniz və yaxud kimdənsə borc götürmək və yaxud ola bilər kiminsə sizə uzun zamandır borcu var, o borcunu qaytarar. Burada pul, alqı, satqı, götürmək, vermək. Amma bu faizi ilə, bu məbləği üstündə artımı ilə yad pullar çıxır, çuji dengi. Ola bilər siz aliment alarsınız, uzun zamanda almadınız və yaxud sizə sosial yardım verərlər. Ola bilər sizə kimsə dəstək kömək üçün pul, məbləğ və yaxud hər hansısa bir əşyalar verərlər. Bunu görərsiniz. 16 dekabrda Marsdır. Çox cəld hərəkət edəcəksiniz. Çox cəld hərəkətdə olacaqsınız. Nələrəsə hazırlaşarsınız. Kiminsə dediyim kimi doğum tarixinə, kiminsə xeyir işinə, doğum gününə. Bəzi ümumiyyətcə əqrəblər özlərinə yeni iş tapacaqlar, yeni professiya tapacaqlar. Məsələn, bu işlə məşğulam, digər işi də özümə könüllü olaraq seçirəm. Ola bilər 2 yerdə işləyərsiniz bəzi əqrəblər. Siz əqrəblər can sağlığına çox fikir verməlisiniz. Çünki 12 dekabrdan, məhz Merkuridən ta 22 dekabra qədər, 23 dekabra qədər sağlıqla problemləriniz ola bilər. Ola bilər siz çoxlu alkol qəbul edirsiniz, bunu dayandırın. Ola bilsin siz həddən ziyada çox kilolusunuz və diyetə oturarsınız. Özünüzə diyeta tətbiq edərsiniz. Sağlıqla əlaqədar çox özünüzə fikir verməlisiniz. Dəyərli əqrəb bürcləri. Yeni qazanclar çıxır. Və 25 dekabrda Venerada ola bilər özünüzə yeni əşyalar alarsınız, yeni rahat geyim. Siz öz ofisinizdə, işinizdə öz yerinizi daha da rahatladarsınız. Yəni burada ilin sonunda ideyalar, yeni təkliflər, yeni ideyalar, yeni fikirlər. Ola bilər kimlərləsə işbirliyinə başlayarsınız. Yeni iş çıxa bilər. Əvvəl məsəl üçün bir yerdə işləyirdiniz, məkan indi digər məkana keçid alarsınız. Çoxlu qazanc çıxır. Ola bilər çoxlu sifarişləriniz olar, çoxlu qazancınız olar. Dəyərli əqrəb bürcləri. Mən sizə əqrəblər onu arzu edirəm ki 2026-cı ili yaxşı qarşılayasınız, ürəyiniz istədiyindən də yaxşı və özünüzə, yaxınlarınıza, ailənizə. Bu 2026 necə ki xərçəng bürcləri, əqrəb bürcləri çox bənzəyirlər də, xərçəng bürclərini bilirsiniz. Sevgi dolu, romantik keçirdəsiniz. O sevgidən, romantikadan doymayasınız. Bu 2026-cı il sizə çox düşərli olsun, dəyərli əqrəblər. 2026-cı ildə görüşmək ümidi ilə, dəyərli əqrəb bürcləri.